Azərbaycan elmində təmiz iqlim, saf ekologiya yaratmağın yolu, yəni onu bir prestij fəaliyyət sahəsinə çevirməyin yolu, bütün bu qeyd olunan elm-metrik modellər, elmi təşkilati tədbirlərlə yanaşı, eyni zamanda belə bir həyata münasibətdə dərin fəlsəfəsi, mənəvi, intellektual olmaqla yanaşı mənəvi gücü də olan, öz məşğul olduğu sahənin peşəkar mütəxəssisi olan, yüksək mənəvi əxlaqi dəyərlər daşıyıcısı olan, həm də alim şəxsiyyətindən keçir. Yəni, elmin, intellektin ekspertizasında elm-metrik modellərlə yanaşı, vicdan, mənəviyyat, dürüstlük, ədalət də bir fənn olaraq yaxından iştirak etməkdədir. Akademik Azad Mirzəcanzadə intellekti belə dəyərləndirir ki, intellekt təbiəti, cəmiyyəti və özünü dərk etməyə və dəyişməyə istiqamətlənmiş insan beyninin bütün fəaliyyətinin funksional məzmunudur. O, intellekti necə dəyərləndirməli sual üzərində baş dındırır, çoxlu düsturlar, tənliklər təklif edir. Sonunda biraz absurd, biraz da metaforik belə bir nəticə irəli sürür ki, intellekt insanda olmadığı dərhal görünən keyfiyyətdir. Və bu fikrini əsaslandırmaq üçün Amerika psixologu Edward Lee Thorndike'ın bu fikrindən müraciət edir ki, intellekt Platonu, Aristoteli, Fukididi öz dövrlərinin Afinalı səfihlərindən fərqləndirən xüsusiyyətdir. Dissertasiyaların ekspertizasında Afinanın səfihlərindən, axmaqlarından dissertasiyaların ekspertizasında mənəvi və intellektual dəyərlərin, anlayışların elə vəhdətinə nail olmaq lazımdır ki, intellekt dissertasiyada olmadığı dərhal görünən keyfiyyət kimi üzə çıxarıla bilsin. Olduğu halda da onun müəllifini boz-bulanlıq altında yüzlərlə elm mühtəkirlərindən fərqləndirə bilsin. Elə mexanizmlər tətbiq olunmalıdır ki, əsl elmi intellektin, istedadın, belə bir o ehtirasın nəticəsində yaranan, özündə intellekt işığı daşıyan dissertasiyalar cızmaqara, tutaq ki, şairanə esselərdən, publisistik oçerklərdən fərqləndirilə bilsin. İndi son dövrlər ölçülə bilən nəticələr daha çox dərdədir və xüsusən elm və təhsilin inkişafı sahəsində hamı ölçülə bilən nəticələrdən danışır. Təbii ki, doğrudan da nəticələrin ölçülməsi əsas şərtdir. Çünki deyir, nə dərəcədə əfsanə və həqiqət olduğunu bilmirik. Deyir, Qaliley ölərkən vəsiyyət edibdir ki, gələcək nəsillərə. Ölçülə bilən nə varsa hamısını ölçür. Bu mənada təhsili də ölçək. Amma bir şərtlə ki, onu da nəzərə alaq ki, ölçü vahid olaraq, meyyar olaraq, həm də meyyar şəxsiyyətdir.